Prezident İlham Əliyevin qardaş Özbəkistana dövlət səfəri ərəfəsində bu həmin ölkənin informasiya agentliyinə verdiyi geniş müsahibədə xeyli mətləblərə toxunulub. Əlbəttə ki, Prezident İlham Əliyev hamıdan yaxşı iki tərəfli münasibətləri bilən, dəyərləndirən bir şəxsdir. Bu təbiidir, çünki dövlətlərarası münasibətlərin zirvəsində duran Azərbaycan tərəfdən İlham Əliyevdir. Təbii olaraq nəyin nə olduğunu çox yaxşı bilir. Biz bu müsahibəni diqqətlə izlədik və şəxsən mənim diqqətimi çəkən xeyli məqamlar oldu. Onların bəziləri üzərində durmaq istərdim. Amma ona qədər bir haşiyə çıxıb demək istərdim ki, Özbəkistan şəxsən mənim üçün həmişə doğma olub, əziz olub. Ümumiyyətlə mənim özbəklərlə ilk təmaslarım 1986-cı ilə təsadüf edir. Sovet ordusu sıralarında əskərlik çəkərkən özbəklərlə tanış olmuşdum. Onların dilinin nə qədər bizə yaxın olduğunu görəndə xeyli də təəccüblənmişdim. Və beləcə bizim dostluğumuz bu günə kimi davam edir. Mənim özbək əskər yoldaşımla, dostumla əlaqələrim indi də davam edir. Mən sonraki illərdə onu axtarıb tapmışam və əlaqələrimizi davam etdiririk. Yəni demək istədiyim odur ki, özbəklər bizim üçün çox doğma xalqdır, yaxındır, əzizdir. Özbəklər də elə Azərbaycanlıdır, Azərbaycanlılar da elə özbəkdir. Şəxsən mən belə düşünürəm. Əlbəttə ki, Prezident İlham Əliyev də ən yüksək səviyyədə Özbəkistanla münasibətləri dəyərləndirir. Diqqətimizi çəkən nədir? Diqqətimizi çəkən odur ki, qardaş Özbəkistan həmişə Azərbaycana yüksək sayğı ilə yanaşıb. Hətta mənim xatirimdədir, Heydər Əliyevin sağlığında o Sovet İttifaqı Komünist Partiyasının rəhbərlərindən biri olanda, eləcə də ondan öncə Azərbaycanda Respublikaya başçılıq edəndə qardaş Özbəkistanla çox gözəl münasibətlərimiz vardı. O vaxtı Özbəkistanın rəhbəri Şərəf Rəşidov idi. Heydər Əliyevin onunla çox yaxın dostluq əlaqələri vardı. Özbəkistanın problemlərinin həllində Heydər Əliyev həmişə yaxından iştirak edirdi. Uşaq olsam da mən bunları xatırlayıram. Yəni o dövrdə. Amma indiki dövrdə, müasirlik dövründə də Azərbaycanla Özbəkistan arasında münasibətlər ən yüksək səviyyədədir. Yeri gəlmişkən xüsusi vurğulamaq istərdim ki, qardaş Özbəkistan torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistanla diplomatik əlaqələr qurmayan dövlətlərdən biridir. Yəni qardaş Türkiyə, Kuzey Kıbrıs Türk Cumhuriyyəti, eləcə də Özbəkistan Ermənistanla hər hansı diplomatik əlaqə qurmamışdı. Yəni bu, bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, Özbəklər Azərbaycanı özlərinin hesab edirlər. Bunu dövlət səviyyəsində də edirlər, xalq səviyyəsində də edirlər. Mən dəfələrlə Özbəkistanda olmuşam. Oradakı xalqın Azərbaycana hörmətini sadəcə hiss etmək lazımdır, görmək lazımdır. Ümumiyyətlə Özbəkistanda Heydər Əliyev adı gələndə hər kəs ayağa durur. Çox böyük hörmətlə yanaşırlar. Bugünkü gündə isə İlham Əliyev, Prezident İlham Əliyevin adı gələndə eyni hörməti görürük. Özbəklər Azərbaycan liderinə çox sayğı göstərirlər. Və Azərbaycan xalqına çox yaxından bağlıdırlar. Onlar bizi özlərinin əzizləri sayır. Biz də onları özümüzün əzizlərimiz sayırıq. Yeri gəlmişkən müsahibədə Prezident İlham Əliyev hər cür məsələlərlə bağlı fikirlərini səsləndirib. İki ölkə arasında turizm, iqtisadiyyat, təhsil, mədəni əlaqələr və s. ilə bağlı bütün məsələlərə toxunub və faktiki olaraq statistika təqdim edərək ölkələrimiz arasındakı inkişafın dinamikasını göstərib. Mənim diqqətimi ən çox çəkən Türk Dövlətləri Təşkilatı və bənzər qurumlar çərçivəsində işbirliyi məsələləridir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı suala cavab verərkən bir sıra təşkilatların adını çəkir və qeyd edir ki, Azərbaycanla Özbəkistan bu cür təşkilatların içində bir-birinə daim dəstək olur, yaxından işbirliyi edir. Maraqlıdır ki, Cənab Prezident Müstəqil Dövlətlər Birliyinin adını çəkmir. Halbuki hamımız bilirik ki, Özbəkistan da, Azərbaycan da Müstəqil Dövlətlər Birliyinin üzvüdür. Bu fakt mənim diqqətimi çəkməyə bilməzdi. Yəni Türk Dövlətləri Təşkilatı, yaxud da ki, iki tərəfli münasibətlər, yaxud da ayrı-ayrı beynəlxalq qurumlar, özəlliklə də Türk dünyası ilə bağlı təşkilatlar çərçivəsində işbirliyi, İslamla əlaqədar təşkilatlarda işbirliyi, iqtisadi əlaqələr məsələsi, bütün bunlar haqqında danışarkən Azərbaycanın və Özbəkistanın üzv olduğu
Müstəqil Dövlətlər Birliyinin adının çəkilməməsi mənim diqqətimi çəkdi və düşünürəm ki, Azərbaycan da, Özbəkistan da, bizimlə birlikdə digər türk dövlətləri də yavaş-yavaş Müstəqil Dövlətlər Birliyi ilə yollarını ayırmalıdırlar. Yəni o təşkilatdan biz xeyir görməmişik, həmin təşkilat sadəcə olaraq Rusiyanın arxa bağçası kimi fəaliyyət göstərir. Demək istədiyim odur ki, bu müsahibədə çox geniş məsələlərə toxunuldu. Bir millət olduğumuza işarə edildi. Milli, mədəni, irsi, tarixi ortaqlıqlarımız haqqında danışıldı. Ondan savayı Prezident İlham Əliyevin Azərbaycan dövlətinin Orta Asiya dövlət başçılarının məşvərət məclisinə qəbul edilməsinə xüsusi toxunulur. Yəni orada iştirakımız. Eləcə də Qafqaz və Orta Asiya dövlətləri arasında münasibətlər haqqında geniş danışılır. Eyni zamanda Orta Dəhlizlə bağlı bir sıra məsələlərə toxunulur və Orta Asiyada Özbəkistanın, Güney Qafqazda da Azərbaycanın bu məsələdə açar rolu oynamasına diqqət çəkilir. Mən düşünürəm ki, qardaş Özbəkistanda Azərbaycan prezidentini maraqla gözləyirlər, sevə-sevə gözləyirlər. Əminəm ki, onun əvvəlki səfərləri kimi bu səfəri də çox yüksək səviyyədə diqqət çəkəcək. Bu sadəcə olaraq Özbəkistan-Azərbaycan münasibətləri baxımından deyil, türk dövlətlərinin ortaqlaşması, daha da yaxınlaşması baxımından vacibdir. Eyni zamanda qlobal məsələlərin həllində iki türk dövlətinin, Özbəkistan və Azərbaycanın ortaqlaşması baxımından vacibdir. Əlavə olaraq da Orta Asiya ilə Güney Qafqazın inteqrasiyası məsələləri baxımından da bunu ayrıca qeyd etməliyik. Və bütün bunların önündə gedən şəxs kimdir? Prezident İlham Əliyevdir və onun Orta Asiyadakı tərəfdaşı da qardaş Özbəkistanın prezidenti Şavkat Mirziyoyevdir. Görürsünüzmü? Liderlər bir-birləri ilə nə qədər yaxın münasibətdədirlər. Dövlətlərimiz nə qədər yaxın münasibətdədirlər və insanlarımız bir-birini nə qədər çox sevir. Bax, biz buyuq, Türk millətiyik. Orta Asiyada da, Güney Qafqazda da və böyük Türk coğrafiyasının hər yerində biz Türk millətiyik, bax belə əl-ələ verib çox böyük işlər görəcəyik. Mən əminəm ki, istər Özbəkistan, istərsə də Azərbaycan qarşılıqlı şəkildə bir-birlərinin inkişafına əlavə töhfələr vermək üçün potensialı daha da irəli götürəcəklər. Və bu səfər yəqin ki, münasibətlərimizdə yeni mərhələnin, yeni səhifənin açılması olacaq.